Salam, hər vaxtınız xeyir olsun. BTV-nin efirində Həkim Postudur. Studiyamızın bugünkü qonağı invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifovdur. Bu dəfə buraxılışımızda ağrılardan danışacağıq və ağrılardan necə xilas olmaq yolunda mütəxəssisin fikirlərini alacağıq. Xoş gəlmisiniz, doktor. Təşəkkür edirəm, minnətdaram. Doktor, ilk sualım ondan ibarətdir ki, ümumiyyətlə xroniki ağrı nədir? Bu ağrılarla bağlı ilk müalicə üsulunu 10 il əvvəl ölkəmizə siz gətirmisiniz. Bu gedişatla bağlı fikirləriniz vacibdir, önəmlidir. Təşəkkür edirəm. Əvvəla tarixçiyə istəyirəm, biraz düzəliş edeyim. Təxminən 15 il əvvələ düşür bu işlərin başlanması, yuxarı aşağı ölkəmizdə. Xroniki ağrı nədir sualı olduqca əhatəli bir cavab istəyir. Amma ümumən ağrı haqqında qısaca onu demək istəyirəm ki, ağrı hər hansı bir qıcıq nəticəsində və yaxud ona bənzər bir təsir nəticəsində, adekvat bir təsir nəticəsində ortaya çıxan xoşa gəlməz, emosional, sensor təcrübədir. Niyə bu sözləri vurğulayıram? Çünki bu xoşa gəlməzdir və təcrübədir, emosional sensor. Həm yaddaşda qalır, hissiyatda qalır və insan yaşadığı ömür ərzində ağrıları tanımağa başlayır və buna adekvat reaksiya verməyə başlayır. Necə ki, biz klassik bir misal çəkim, o uşaq əlini bir oda vurar və bizim o deyərdilər, o cızzad artıq yandırdı əli və ondan sonra ağrını hiss eləyər və ağrılar da insanın həyatı boyu çəkdiyi acılara bağlı həm emosional, həm fiziki nəsnələrə bağlı yaranan və beyində özünə yer tapan xoşa gəlməz hissiyatlardır. Və ağrılar xroniki sözünü yaxşı vurğuladınız. Ümumiyyətlə, kəskin və xronik ola bilir. Kəskin ağrılar hər hansı bir kəskin bir elə qəfləti hadisələr nəticəsində baş vermiş olan, harasa biz dəyirik, hansısa bir zədələr olur və s. baş verən ağrılardır və yaxud somatik xarakterli bizim orqanizmdə baş verən hansısa deyə bir öd yolları tutulmasından baş verə bilər, bir apendisit iltihabından baş verə bilər. Amma vardır xroniki ağrılar. Bu xroniki ağrılar əsasən degenerativ xəstəliklər nəticəsində baş verir daha çox və bu ağrılar davamlı şəkildə insanla yoldaşlıq eləyir və klassifikasiyada ümumiyyətlə 2 aydan artıq davam elədirsə hər hansı bir ağrı xroniki ağrılar deyil. Amma bizim daha çox məşğul olduğumuz ağrılar degenerativ xəstəliklərin ortaya qoyduğu, neyropatik problemlərin ortaya qoyduğu ağrılardır ki, bunlar əksər hallarda uzun müddət insanla yoldaşlıq edir. Səbəbi bilinməyən ağrılar dediyiniz əslində daha çox neyropatik ağrılara biz bunu şamil eləyə bilərik hal-hazırdakı danışığımızda. Bu ağrılar əslində ektopik mənbələrdən biz deyirik. Yəni, mənbə yoxdur, sinir özü-özündən deyək ki, hansısa bir başlayır qıcıq verməyə, başlayır bir qığılcım verməyə sanki, birə xalq dilində izah eləməyə çalışsam. Amma bəzi ağrılar vardır ki, bunların səbəbi bizim üçün bilinməyən kimi görünsə də, onlar biraz əvvəl ağrının tərifində nə dedik? Ağrı xoşa gəlməz, emosional və sensor təcrübədir. Bugünkü neyrobilim elmində nöyroplastisiti deyilən bir bölüm var. Bu əslində cavab tapmağa xeyli imkan verir. Nədən gedir söhbət? Bəzən beyində ağrıların qəbul olunması üçün, araşdırılması üçün mərkəzlər var. Həmin mərkəzlərdə davamlı olaraq patoloji impulslar yeni bir yalançı mərkəzin yaranmasına gətirib çıxardırlar. Və hətta səbəblər olmadan belə həmin mərkəz öz-özünə çalışmağa başlayır. Həmin mərkəzin öz-özünə çalışmağa başlaması, məsələn, fantom ağrılarda da biz bunu misal gətirə bilərik. Tutaq ki, pasiyentin hər hansı bir orqanı yoxdur, deyək, aşağı ətrafı yoxdur, yuxarı ətrafı yoxdur və pasiyent ağrılardan şikayət edir. Amma yoxdur axı, bu subyektiv olaraq bu ətraf yoxdur. Deyək, ayaq yoxdur, amma barmaqların ağrısından pasiyent şikayət edə bilər və yaxud barmaqların qaşınmasından şikayət edə bilər. Deməli, biz buradan hansı nəticə gəlirik? Deməli, ağrı həm getdiyi bir yol var ağrının, bir reseptorlardan başlayır, oradan onurğa beyininə ötürülür mərkəzə, orada talamus, beyin qabığı və s. bu adları artırmaq olar. Həm də bir mərkəz, beyin qabığında da bir mərkəz var ki, burada artıq yaranan həmin o yalançı ocaq, ektopik ocaq davamlı şəkildə impuls verə bilər və bu da həmin səbəbi bilinməyən ağrılar kimi qəbul oluna bilər. Amma yenə biz
tək ağrı mütəxəssisi olaraq yox, burada bir haşiyə çıxım da. Ağrıların ümumiyyətlə müalicəsində bilirsiniz, bir komanda hər zaman tövsiyə olunur ki, iştirak eləsin. Bu komandada tək ağrı mütəxəssisləri deyil. Burada nevroloqlar, revmatoloq, ortoped, neyrocərrah, psixoloq, psixiatr, fizioterapevt və s. sıranı uzatmaq olar. Və nəyə gəlmək istəyirəm? Sizin dediyiniz tipli ağrıların analizində hətta psixoanalitik yanaşmaya, retroseptiv bir yanaşmaya ehtiyac var. İnsanın həyatına nəzər salınmalıdır, keçdiyi həyat yolu, hansı travmalar alıb, nədən nələr başlayıb və beləliklə biz əslində ağrıların səbəbini tapa bilirik. Amma zahirən bu ağrılar səbəbsiz görünə bilər və uzun müddətdə müalicəsi çətin və yaxud müalicəsi mümkün olmayan şəkildə insana əziyyət verməkdə davam edə bilər. Əvvəllər müəyyən qədər ağrılarından şikayət edən, ağrıları olan adamlar birbaşa gedirdilər nevroloqların yanına və nevroloqlarda iynə, dərman bu kimi başqa üsullardan tətbiq edirdilər. Yəni iynə, dərmanlar və s. Daha sonra isə siz deyirsiniz ki, dərmansız, iynəsiz müalicə üsulu, tam ağrılardan xilas olmaq. Bu necədir ümumiyyətlə? Dərmansız, iynəsiz müalicə üsulu biz əslində bizim praktikada bəlkə də invaziv ağrı mütəxəssisiyəm mən. İnvaziv üsullar daha çoxdur. Doğru deyirsiniz, əvvəllər daha çox nevroloqlara yaxınlaşırlar. Bu gün də bu tendensiya var. Nevroloqlar ağrı müalicəsində zəncirin xüsusi əhəmiyyətli bir həlqəsində yerləşirlər və olduqca lazımlı bir sahədir. İkinci istiqamətlə bura əlavəni eləmək istəyirəm. Revmatoloqlardır. Bir sıra oynaq ağrılarında revmatoloqlar öndədir. Onların müayinələri, müalicələri olduqca lazımdır. Burada yenə psixoloji ağrılarda psixoloqlar da önə çıxa bilir və s. Amma bəzən bu ixtisas sahiblərinin kömək edə bilmədiyi ağrılar da var. Və yaxud pasiyentin deyək bir nevroloji şikayəti var, periferik sinir sistemindən şikayəti var. Deyək ki, pasiyentdə bir karpal tunel ya kubital tunel sindromu var. Əlbəttə, nevroloqa müraciət eləməsi doğrudur. O öz müalicələrini verəcək, bəlkə fizioterapevtlə konsultasiya eləyərək bir fizioterapevtik yanaşmalar ortaya qoyulacaq. Bunlar konservativ metodlardır. Bununla pasiyent yaxşı ola bilər. Amma bundan yaxşı olmayan pasiyent sayı da olduqca çoxdur. Belə halda nə etmək lazımdır? Belə halda ağrı mütəxəssisinə müraciət olunur. Belə halda pasiyenti daha mən dərmanı verdim, fizioterapiya elədim, siz sağalmadınız, gedin. Bundan olmur. Bundan sonra artıq dövrəyə biz giririk. Bəzən olur əlbəttə ki, bizim də həll edə bilmədiyimiz məsələlərdə neyrocərrahların, ortopedlərin dəstəyinə ehtiyac olur. Bəs hansı ağrıları iynə və dərmansız tamamilə sağaltmaq mümkündür? Biz əgər söhbət psixoloji ağrılardan gedirsə, daha çox, yəqin ki, psixoloqun dəstəyi burada daha çox imkan verər ki, kömək olsun. İkinci bir tərəfdən, məsələn, xroniki yorğunluq nəticəsində və s. meydana çıxan ağrılar var. Bizim professional həyatımızla bağlı meydana çıxan ağrılar var ki, bəzən onlar istirahətlə də keçə bilər, bir təmiz hava gəzintisi ilə də insan rahatlaşa bilər, hansısa bir musiqi terapiyası ilə də yaxşılaşa bilər. Belə hallar var. Biz bütün ağrılarda və həmin anda həkimə müraciət eləmirik. Bu lazım da deyil yəqin ki. İlkin olaraq bir istirahət eləmək, ağrını törədən səbəblər məlumdursa, onlardan kənarda olmaq lazımdır. Məsələn, deyək ki, bir həddən artıq yüksək bir səs bir insana baş ağrısı verir. Məsələn, o səsdən uzaqlaşarsa, o rahatlaşacaq yəqin də. Və yaxud hansısa bir temperaturun artması və yaxud aşağı düşməsi deyək insanlarda sinusit var, frontit var, boşluqlu, bu sümük boşluqların iltihabı var da deyək ki. Bunlar varsa, soyuq olanda bu insanlarda bir baş ağrıları olacaq. Soyuq həmin faktordan uzaqlaşsa bu keçər. Amma elə hallar var ki, bəli insan faktordan uzaq olur və yaxud ilkin tibbi yardım göstərir, amma ağrılar keçmir. Bu halda artıq həkimə müraciət lazımdır və həkim də biraz əvvəl qeyd etdiyimiz kimi konservativ müalicələrdən işlər başlayır. Heç də bütün ağrılar həmin an xroniki ağrılardan gedir söhbət, invaziv müdaxilə və yaxud cərrahi müdaxilə tələb eləmir. İlk olaraq konservativ, daha yumuşaq üsullar önə çəkilir. Bunlar kömək eləmədikcə artıq bu metodların daha da dərinləşməsinə ehtiyac yarana bilir. Bəs yeni bir metod, neyromodulyasiya. Bu metodla bağlı nə deyə bilərsiniz? Deməli, neyromodulyasiya artıq son illərdə dünyada çox vüsət alan bir metodikadır. Və biraz əvvəl dedik, ağrılar çox mürəkkəb bir mexanizmlə özün büruzə verirlər. Ümumiyyətlə, ağrının yaranmasında qısa bir şey deyim mən sizə, neyrobiokimiya gedirik biz burada.
müəyyən deməli maddələrin olduqca rolu vardır. Bu maddələr, bunlardan deyək bir ikisinin adını çəkə bilərəm, aspartat, glutamat və s. Bizim deyəlimiz harasa toxunanda orada artıq o reseptorlar, nosiseptorlar deyirik. Bunlar qıcıqlanır. Qıcıqlandıqda orada natrium kanalı və s. açılır. Tamamilə bu detala mən getməyim və nəticədə ağrını yaradan maddələrin sintezi çoxalır orqanizmdə, sinirlərdə xüsusən. Həmin o glutamat, aspartat dediyim və bu maddələr beyinə ağrı ötürməklə məşğuldur. Belə deyək, ağrını asanlaşdıran maddələr deyirlər. Bunlar nə qədər keçib gedirlərsə, beyinə çatırlarsa, o qədər biz çox ağrı hiss edirik. Bəs niyə biz normalda ağrını hiss eləmirik də? Sadəcə toxunduq. Biraz əvvəl dedik, allodiniya toxunmayanda da olur. Yüngülcə toxunaraq biz ağrı hiss eləyirik, hiperalgeziya. Bəs niyə hiss eləmirik? Çünki o maddələr, ağrını asanlaşdıran maddələr beyinə doğru hərəkət elədiyi kimi, beyinə gedən yolda da rahat başa salmaq üçün deyim ki, bir əskərlər var, qoruyucu əskərlər, başqa maddələr də vardır. Həmin maddələr isə bu glutamatın, aspartatın və s. qarşısını kəsərək qoymur ki, bütün qıcıqlar negativ impulslar şəklində beyinə gedib çatsın. Nə zaman bu getdiyi sinirin yolunda ona qalib gələ bilmirlər, həmin maddələr onurğa beyninə keçir. Onurğa beyninin qalxan yolları ilə beyinə tərəf hərəkət edirlər. Və onurğa beynində də eyni zamanda yollar vardır. Lateral spinotalamik yol deyirik, meniskal yol deyirik və s. Bu yollarda da yenə bu mübarizə davamlı şəkildə gedir. Əgər həmin mediatorlar, həmin o ağrı daşıyan, beyinə aparmağa, çatmağa cəhd edən, mübarizə aparan bu əskərləri keçən maddələr, əgər onurğa beynindən də keçdilərsə, beyinə daxil olurlarsa, artıq beyində talamus səviyyəsində bunlar təzədən ayrılır. Orada bir başqa mübarizə başlayır. Və nəhayət beynin qabığına, korteksə, ağrı mərkəzinə gəlib çatan maddələr artıq son olaraq ağrının bizim belə deyək, çöhrəmizdə, davranışımızda, çəkdiyimiz əziyyətlərdə özünün inkasını verə bilir. Neyromodulyasiya qayıtmaq üçün bu izaha verdim. Və deməli bizim qarşımızda hansı sual çıxır? Kəsilməyən, dayanmayan, müalicəsi çətin olan ağrıların müalicəsində biz həmin o maddələrin axınını dəyişməliyik. Həmin o aspartat, glutamata əgər bizim orqanizmdə gedən mübarizə metodu ilə onun beyinə qalxmasına biz əngəl törədə bilmiriksə, deməli kənardan kömək eləməliyik orqanizmə. Kömək nədən ibarətdir? Həmin müxtəlif radiodalğalarla impulslar verərək maddələrin axınını biz süni şəkildə döndərmək istəyirik. Həmin o aspartat, glutamatın qarşısını almaq istəyirik. Həmin o endorfinin, enkefalinin və s. artmasına bizi qoruyan əskərləri gücləndirmək, kobud desək, bizə zərər verənləri isə zəiflətmək istəyirik. Məhz bunun adı neyromodulyasiyadır. Yəni, dəyişdiririk biz həmin o neyrogen maddələrin axını. Bu nə vasitəsilə olur? Bu kənardan verilən müxtəlif deməli dalğalar vasitəsi olur. Həmin dalğalar, məsələn, bu dalğalarla təsir eləməyin qısa müddətli metodları var, uzun müddətli metodları var. Məsələn, uzun müddətli metodlardan son vaxtlar bəlkə də tanışdır bu sözlər, spinal cord stimulyatorlar çıxıbdır. Məsələn, biz əgər qısa müddətli bir əməliyyatxanada 5 dəqiqə, 10 dəqiqə modulyasiya ediriksə, bunlar da kömək eləmədikdə insana implant şəklində, artıq implant şəklində xüsusi bir qurğu implant ola bilir onurğa kanalına və o onurğa kanalına davamlı surətdə həmin o modulyasiya edici dalğaları verə bilir. Burada məqsəd nə oldu? Periferiyadan keçən həmin o impulslar, ağrı impulsları, belə adını bunun qoyaq, onurğa beynindən keçib beynimizə getməli ki, biz hiss eləyək. Onurğa beyninə qoyulmuş o modulyasiya edici həmin o spinal cord stimulyator artıq onurğa beyni boyu o mübarizəni aparır və davamlı olaraq o axının qarşısını alır. Bəzi stimulyatorlar var, bunlar periferik nerv stimulatoru. Onlar periferiyadan mərkəzə qoymurlar gedə. Bəzisi də var daha dərin olan, məsələn, biz tibbin başqa sahələrində də, məsələn, Parkinson xəstəliyinin müalicəsində görürsünüz, beyinə bir çip deyirik də qoyulur da. Bu tiplə eyni zamanda talamusun stimulyasiyası beyindən mümkündür. Bu günləri artıq müasir elm ağrı sahəsində məhz neyromodulyasiya yolu ilə daha çox çözüm aramaqdadır və burada uğurlu nəticələri var, amma təəssüflər olsun ki, bu dediyim metodikalarda bütün insanları, bütün həkimlər tərəfindən sağaltmağa imkan vermir hələ ki. Doktor, bəs həmin ağrıların diaqnostik qiymətləndirilməsi mümkündür? Yəni ki, el arasında məsələn UZI kimi
deyirik, yəni ultrasəs müayinəsi, sonra MRT-si, KT-si. Belə üsullarla mümkündür həmin ağrıların yerini müəyyənləşdirmək. Belədir məsələ. Deməli, biraz əvvəl bir sıra ağrılar barədə danışdıq. Ağrıların əksəriyyəti somatik ağrılardır. Somatik ağrılar orqanizmdə təbii ki, baş vermiş hansısa bir dəyişiklik nəticəsində ortaya çıxır və bu tipli ağrılar həm iltihabi mənşəli ola bilir, həm də generativ mənşəli ola bilir. Əlbəttə, bunlar müxtəlif xəstəliklər nəticəsində ortaya çıxır və bu xəstəliklərin diaqnozunun qoyulması lazımdır. Radioloji metodlardan, rentgen, kompüter tomoqrafiya, maqnitorezonans və yaxud bizim ultrasəs qeyd elədiyiniz, son vaxtlar yeri gəlmişkən ultrasəs müayinəsi muskuloskeletal ağrıların diaqnostikasında və müalicəsində olduqca irəlidədir. Və biz öz praktikamızda haşiyə çıxaraq deyirəm, artıq 15 ildən artıqdır ki, bu metodu tətbiq edirik və olduqca vətər, sinir, oynaq, əzələ ağrılarında olduqca ciddi proqres əldə edirik və pasiyentlərimizə çox kömək edirik. Bunlarla yanaşı laborator müayinələr olduqca vacibdir. Bir sıra hallarda bütün bu dediklərimizdən önə çıxa bilən laborator göstəricilər var. Bəzi xəstəliklər var ki, onların birbaşa laborator göstəricilər olaraq indikatorları vardır. Onlar ortaya çıxırsa bizim artıq müalicə taktikamız olduqca dəyişir. Biz ola bilər ki, yenə özümüz davam edək, digər mütəxəssislərin dəstəyi ilə bu işləri davam edək. Yəni, xəstəliyin diaqnostikasının qoyulması demək olar ki, ümumiyyətlə xəstəliyin özünün və əlbəttə onun törətdiyi ağrıların müalicəsinin artıq 50% deməkdir. Bu baxımdan ağrıların üzərinə kör-körana gedilməsinin tərəfdarı deyilik biz. Məsələn, bu sözü yeri gəlmişkən burada bir fürsət yarandı deməyə, bəzən ağrı ilə məşğul olan həkimlərə, bu həkimlər özləri də deyirlər, bir iynə ilə sağaltdım, bir iynə ilə filan oldu. Yox, biz iynə ilə sağaltmırıq. İynə vurmaqla məşğul deyilik biz. Bizim işimiz birinci növbədə xəstəliyi müəyyənləşdirməkdir. Bundan sonra o səbəbləri aradan qaldırmaq üçün hansı yolların olduğunu araşdırırıq və bu yolların hansının tətbiq olunması pasiyent üçün daha faydalı olardı. Bu faydanı verərkən onun orqanizminə mümkün qədər zərər vurulmazdı və s. Əlbəttə, bu sırada biraz əvvəl dedik, konservativ metodlar öndədir. Bunlar kömək etmədikdə artıq invaziv üsullar baş verir. Bu invaziv üsul dedikdə, bu artıq iynə ilə müalicə sadəcə iynə vurmaq deyil. Sadəcə burada iynənin içərisindən keçib işləmək olur. Məsələn, burada xalq arasında tanınan blokad adı ilə bu metodlardan da istifadə oluna bilər, sadə bloklardan da. Amma son vaxtlar biraz əvvəl adını çəkdiyiniz neyromodulyasiya metodundan biz istifadə edirik. Bu da müəyyən iynələrin içərisindən keçilir. Niyə iynədən istifadə olunur? Çünki iynədən istifadə edərkən pasiyentdə invaziya çox olmur, kəsik olmur, qan olmur və s. risklər olmur və pasiyentin yatağa ehtiyacı yoxdur və s. İynənin içərisində bunun üçün işlənilir. Və yaxud hidrodisseksiya metodunu deyək. Son vaxtlar biz öz işimizdə olduqca çox bu metoda müraciət edirik. Hidrodisseksiya nədir? Sinirin və yaxud vətərin və yaxud deyək ki, problemli strukturun ətraf toxumalardan ayrılması deməkdir. Məhz ultrasəs üsulu imkan verir bütün sinirləri vizualizasiya eləməyə, görməyə və bu sinirlər getdiyi yolda təkcə deyək ki, biz fəqərə diski yırtığından danışırıq, birdən MRT elədik, beldə deyək ki, yırtıq var da, amma bu görünən hissədir. Amma yırtıqdan sonra da sinirin getdiyi bir yol var. Sinir çoxsaylı əzələlərin arasından keçir. Çoxsaylı buna tunel nevropatiyaları nevroloqlar daha çox deyirlər və sinirin getdiyi bütün yol bir tuneldən ibarətdir. Bu əzəllərlə, fassiyalarla və s. ətraf birləşdiyi toxuması strukturları ilə davamlı olaraq sıxılır. İstənilən bir yerdə sinir sıxılırsa, onun keçiriciliyi pozulur və burada lazımsız impulslar ağrı şəklində özün büruzə verə bilər. Ağrıdan əlavə həm də hərəkət məhdudiyyəti çıxa bilər ortaya və yaxud digər sensor hissiyatlar çıxa bilər ortaya və yaxud xəstədə hissiyatsızlıq çıxa bilər ortaya. Bu durumda bizim siniri ətraf toxumalardan ayırmamız lazımdır. Bu metodun adı hidrodisseksiya adlanır və biz öz klinikamızda, Bakı Ağrı Klinikasında yeri gəlmişkən artıq uzun müddətdir ki, ultrasəs kontrolunda bu prosedurları uğurla həyata keçiririk və bundan məmnuniyyət duyan xəstələrimizin də sayı olduqca çoxdur. Və yeri gəlmişkən qeyd edim ki, bu metodika ümumən dünyada yeni başlamış metodikadır. Biz də onun pionerlərindən sayılırıq. Bunu təvəkkülkarlıqdan uzaq olsa da deməliyəm. Çünki mən istəyirəm ki, bizim etdiyimiz yenilikləri biz hamımız bilək. Bu, özümüzü tanıtmaq üçün deyil. Biz həm də bilək ki, belə, Azərbaycanımızda
Biz elə üsullar var ki, onları tətbiq edirik ki, öz sahəmizdə. Bunu dünyanın aparıcı mərkəzlərində də bizlə eyni vaxtda tətbiq edirlər və heç də bizdən yaxşı tətbiq eləmirlər. Doktor, gəlin biraz üçlü sinir ağrısından danışaq. Bu üçlü sinir ağrısını bir günə, bir saata tamamilə kəsmək mümkündürmü? Üçlü sinir ağrıları əslində ən şiddətli ağrılardan sayılır və insanlar bu üçlü sinir ağrıları olanda hətta heç cürə nə edəcəklərini bilmirlər. Bəzən belə bir ifadə var ki, başını divara döyəcək qədər insanı dəhşətə gətirən ağrılardır bunlar. Və bu ağrılar barədə iki kəlmə deməliyəm ki, bunları həmişə ayırd eləmək, diferensiyasiya eləmək olduqca vacibdir. Çünki bu ağrılar digər baş ağrılarından fərqlənir. Fərqləndirici xüsusiyyətləri nədən ibarətdir? Daha çox bir tərəfli baş verir. Üçlü sinirin 3 şaxəsi var, bilirsiniz ki, bu şaxələrin innervasiya elədiyi zonalara uyğun şəkildə baş verir. Bu ağrılar ildırım şəkilli, elektrik şəkilli ağrılardır. Çox qısa müddətli tutmalarla bir neçə saniyədən 1-2 dəqiqəyə davam edir. Amma bu dəqiqələr, bu saniyələr olduqca dəhşətli olur. Mən qeyd eləmək istəyərdim ki, elə hallar da vardır ki, birbaşa cərrahi müdaxiləyə ehtiyac vardır. Amma əksər hallarda ağrı mütəxəssisinin yanaşmasına ehtiyac olur, dəstəyinə ehtiyac olur. Bu halda biz nə edirik? İki üsul var. Əgər şaxələrdən biri və ya ikisi bu işə qarışmışsa, biz həmin sinirin orbital şaxəsi var, maksillar şaxəsi var, mandibulyar şaxəsi, göz şaxəsi, yəni çənə şaxəsi, ənk şaxəsi var. Bu şaxələrin də dəri səthinə çıxdığı nahiyələri vardır, dəlikləri vardır. Həmin dəliklərdən çıxdığı yerdə bu sinirlərin uclarını blok eləmək olur. Müəyyən dərman maddələri ilə ağrını orada susturmaq olur. Bu yanaşmalardan biridir, nisbətən sadə yanaşmadır və nisbətən həm də minimal invaziv yanaşmadır. Amma bunlar kömək eləmədikdə, ağrı çox şiddətlidirsə, intensivlik və tezlik olduqca çoxdursa, o zaman üçlü sinir qanqilionu dediyimiz trigeminal qanqilion adı ilə də tanınır, Gaster qanqilionu adı ilə də tanınır. Bu qanqilionu birbaşa biz ablasiya edirik. Ablasiya edirik, nədən gedir söhbət burada? Biz radio tezlikli dalğa verən xüsusi kanyulalardan daxil oluruq həmin qanqilionun yerləşdiyi yerə. Həmin qanqiliona müəyyən bir temperatur veririk. 70, 80, 90 dərəcə və yaxud. Temperatur verməkdə məqsəd nədir? Bu qanqilion əsasən çənə sinirinin hər iki şaxəsini çıxsaq, əsasən sensor qanqiliondur ümumən və bu qanqiliona temperatur verərək onu yandırmaq, ablasiya eləmək olar. Və bu qanqiliona ablasiya verdikdə həmin ağrıların biz kəsdiyini şahid oluruq. Bu nəinki bir saat, bir gün içərisində, biraz əvvəl sual verdiniz ki, bir sahada, bir günə bu ağrıları kəsmək olur. Bəzən hətta 2 dəqiqə, 3 dəqiqə içində bu ağrıları kəsməyə imkan verir. Covid-dən sonra ağrılar daha da artıb, sinir ağrıları, əzələ ağrıları. Bu fikirlə nə qədər razısınız? Həqiqətən də o Covid-dən sonra bu ağrılar daha da artıb, ümumiyyətlə ağrı şikayəti çoxalıb sizcə? Covid dövrü çoxlu əzələ, sinir ağrıları var idi, oynaq ağrıları var idi, sümük ağrıları var idi, çox adamlar əziyyət çəkirlər də. Bu xəstəlik özü sağalsa da orqanizmdə bir iz qoyaraq gedə bilir. Hansısa oynağı zədələyə bilir, hansısa siniri zədələyə bilir, hansısa vətər yatağını zədələyə bilir və burada qalan iltihab proses, deyək, oynaqda qalan xroniki sinovit, deyək, xroniki və yaxud artrit ümumi adını desək, davamlı şəkildə sonralar axı Covid zamanı zədələndi. Covid-i biz bir katastrof olaraq qəbul edək, bir qəza olaraq qəbul etsək, insan filan vaxtı bir qəza keçirmişdi. Nə oldu? Oynağı orada zədələndi və ömür boyu onun ağrısını hiss edə bilər. Və Covid nəticəsində də əgər kimlərinsə hansısa orqanları zədə almışdırsa, o zədələrin yaşatdığı sıxıntını sonraki dövrdə hiss eləmələri mümkündür. Bu baxımdan Covid ilə əlaqələndirmələrində də bir doğruluq var. Artrozlar və diz ağrıları. Bu zaman son zamanlar daha çox yayılıb həmin üsullar ki, hansı ki, diz ağrıları zamanı fizioterapevtlər və sair bu tip həkimlər, bəzi həkimlər bahalı, olduqca bahalı iynələr, dizə iynələr tətbiq edirlər, tövsiyə edirlər. Siz bəs hansı iynələri diz ağrıları zamanı tövsiyə edirsiniz? Dizə tətbiq olunsun.
Əlbəttə ilkin mərhələlərdə, bu artrozun ilkin mərhələlərdə insanlara kömək eləmək xeyli rahatdır. Bəzi məsləhətlərə əgər düzgün əməl olunarsa, çəki faktoruna diqqət edə bilərlərsə, hərəkətdə həddən artıq yüklənmələr olmazsa və s. ilkin mərhələdə bu xəstəlik ağrılar verməz və yaxud bu ağrılar tez bir zamanda keçər gedər. Bundan sonraki mərhələlərdə müəyyən dərman maddələrinin və fizioterapevtik üsulların dəstəyi ilə kömək eləmək pasiyentlərin əksəriyyətinə mümkün olur. Amma biraz da irəliləmiş mərhələlərdə və yaxud bu üsulların kömək eləmədiyi pasiyentlərdə digər üsullara ehtiyac olur. Bu digər üsullar hansılardır? Oynaq daxili deyək inyeksiyalar. Oynaq daxili inyeksiyalar bir neçədir. Təkcə deyək oynaq müayinələri filan deyil. Əgər oynaqda iltihabi proses öndədirsə, bunu əlbəttə həkim müayinə edərək dəqiqləşdirməlidir nə öndədir. Pasiyentə oynaq daxilinə iltihab əleyhinə dərmanların vurulması daha doğrudur. Əgər oynaq daxili işlərdən söhbət ediriksə. Əgər pasiyentdə degenerasiya öndədirsə, iltihab arxa plandadırsa nisbətən düzdür, bunlar əksər yerdə bir yerdədirlər, amma nisbət məsələsi var. Burada artıq lumbrikasiya edici terapiyadan söhbət gedir. Biz oynağın, xalq dilində oynağı yağlamaq da deyirlər buna, amma oynağın oynaq qığırdağının amortisasiya və sürtünmə qabiliyyətinə pozitiv təsir göstərən müxtəlif maddələr var. Əsasən hialuron turşusunu nəzərdə tuturuq burada. Hialuron turşusunun vurulması bir qədər amortisasiyanı yaxşılaşdırır, yükü bölüşür daxildən və oynaq daxili sürtünməni yaxşılaşdırır. Bu nə vaxt olur? Artroz zamanı sinovial qişa tərəfindən oynağın özünün daxilində olan hialuron sintezi dayanır və yaxud azalır və onda biz əvəzləyici terapiya deyirik. Buna bəzən elə daxil protez də deyilir, endoprotez də deyilir buna bəzən. Kənardan bir maddə yerilir ki, həmin o dəstəyi versin ki, amortisasiya və sürtünmə yaxşı olsun. Üçüncü bir istiqamət həmin zədələnmiş qığırdaq toxumasının bərpasına kömək eləməkdir. Bu məqsədlə nə olur? Regenerativ terapiya olur. Regenerativ terapiya nələr aiddir? Daha çox PRP dediyimiz qandan trombositlərin çoxlu kütləsinin alınıb vurulması və yaxud bunun biraz inkişaf eləmiş forması. Əgər bunlar da kömək etmirsə, başqa metodlar var. Başqa metodlar nədən ibarətdir? Ağrını oynaqdan mərkəzə aparan sinir uclarının ablasiyası, radiofrekans vasitəsilə. Biz öz klinikamızda bu üsuldan istifadə edirik. 4-cü mərhələ artroz varsa, bu zaman pasiyentin müalicəsinin ən doğru yolu ortopedlər tərəfindən endoprotez əməliyyatına getmələrdir. Oynağın dəyişilməsidir. Əlbəttə, burada sual çıxır. Endoprotez də hamıya kömək eləyirmi? Hamıya olarmı? Yox, hamıya olmaz. Əgər pasiyentin yanaşı digər xəstəlikləri varsa, anestezioloji risk qrupuna aiddirsə, çəkisi olduqca çoxdursa və s. yaş olduqca çoxdursa endoprotez eləmək mümkün olmur. Və nəhayət, sualın o hissəsinə istəyərdim qaydam, bahalı iynələr məsələsinə. İynələr ümumiyyətlə preparatlar, bütün dərman maddələri müxtəlif qiymətləri olur, bilirsiniz. Bunların çox ucuzları var, bahalıları var və s. Bu preparatlar adətən o sıxlıqlarına görə fərqlənirlər, onları istehsal edən ölkələrə görə fərqlənirlər. Bunların tərkibində hialuronun sərbəst forması və yaxud crosslink çarpaz forması və s. və bir də hibrid formalı preparatlar var, hialuron və digərləri bir yerdə. Və bunlar təbii ki, istehsalçının qoyduğu qiymətlərə görə fərqlənə bilirlər. Və əlbəttə ki, bu prosedura aiddir bir də bu prosedurun həyata keçirilməsi məsələsi. Bunlar da aiddir. Amma bir şeyə baxın ki, ola bilər ki, dərmanların keyfiyyəti, sıxlığı, onların kombinə olunmuş formada olması və s. onların qiymətini artırsın. Və bu dərmanların əlbəttə ki, təsir imkanları daha çoxdur. Belə bir şey yoxdur ki, istənilən qiyməti olan bir preparat bütün xəstələri sağaltsın. Və yaxud biz 4-cü mərhələdə artroza deyək ki, sizə çox bahalı bir iynə vurarıq, onunla da siz illər boyu yaxşı olarsınız. Belə bir şey tibb elmində yoxdur. Belə bir şey tibb elminə gələrdisə, biz hamıya zorla ilə o iynəni bir şəkildə vurardıq və heç kim nə əməliyyat olardı, nə başqa müalicələrə ehtiyac qalardı. Sadəcə dərmanlar bir-birlərindən hansısa faiz daha çox təsir edə bilərlər. Bundan kənar başqa məsələlərə mən inanmağı tövsiyə edirəm. Biz bir çox inkişaf etmiş ölkələrdə innovativ, invaziv metodlar, qeyri-adi metodlar var. Hansılardır onlar? Belə deyək, inkişaf eləmiş ölkələrdə olan demək olar ki, o innovativ metodların hamısını biz istifadə edirik öz işimizdə.
Sadəcə tək biraz öncə dediyim spinal kord stimulyatordan istifadəni son vaxtlar çalışırıq ki, təklif eləməyək pasiyentlərə. Biz bu barədə məlumat veririk, sadəcə demirik. Çünki bu olduqca bahalı bir müalicədir, və müalicənin də qarantiyalı tərəfi qarantiyalı deyil bu da. Ağrı müalicəsində ümumiyyətlə müalicələrin çoxunda xroniki proseslərdə qarantiyalı yanaşmaq mümkün deyil. Baxmayaraq insanlarımız həmişə qarantiya istəyirlər, amma mənim həmişə dediyim klassik bir sözüm var. Tibbin verdiyi imkanlar çərçivəsində maksimum edərik biz. Amma qarantiya vermək falçılıqdır. Qarantiya vermək həkimlikdən kənara çıxır. Biz pasiyentə onun üzrə olduğu problemi mütləq anlatmalıyıq, izah eləməliyik. Bu problemin müalicə yollarını anlatmalıyıq. Bu problemin müalicə yollarının həm ekonomik tərəfin, həm də orqanizmə verə biləcəyi zərərli tərəflərini anlatmalıyıq. Fərd artıq anlaqlı şəkildə bu müalicəyə qərar verməlidir. Doktor, bəs Sovet dönəmindən qalmış hansı metodlar tamamilə sıradan çıxıb? Belə deyək, əslində sıradan çıxmayıbdır heç nə. Müəyyən şəkildə, inert şəkildə, ətalət şəklində öz varlığını, mövcudluğunu qoruyan metodikalar var. Və bu metodikaların adını çəkə də bilərik, çəkməyə də bilərik. Bu metodikalar bir qismi, hətta deyim ki, problemin müəyyən bir mərhələsində kimlərəsə kömək eləyə bilir. Çox sadə üsullar vardır ki, adi məsələn bizim sadə tanıdığımız preparatlar vardır ki, adi parastimolla bəzən pasiyentin problemləri həll ola bilir. Heç çoxsaylı müalicələrə ehtiyac olmaya bilər. Məsələn, tutaq ki, yaxşı metodlar olaraq qəbul edirik. Yüngül masaj metodikası ilə hansısa xəstələr müalicə oluna bilər. Manual terapiyanın bacarıqlı əllərdə kömək elədiyi çoxsaylı pasiyentlər var. Hansılar ki, spastik ağrılardan, disfiksasiyon ağrılardan əziyyət çəkirlər. Amma bunun diaqnozunu düzgün qoyub təyinata uyğun tətbiq eləmək lazımdır. Amma bəzi hallar var ki, artıq bu metodlar öz imkanlarını aşa bilmirlər. Onda artıq digər ağrı müalicələrinə ehtiyac yarana bilir. Ofis sindromu, hansı ki, həmin ofislərdə işləyən insanlar adətən ağrılardan şikayətlənirlər. Onurğası olsun, boyun olsun, bilək olsun və s. Bununla bağlı nə tövsiyə eləyərdiniz ümumiyyətlə? Mümkün qədər çalışmaq lazımdır texnologiya ilə lazım olan anlar üçün səmərəli şəkildə istifadə etmək qısa müddətdə. Mümkün qədər açıq hava gəzintilərinə üstünlük vermək lazımdır. Otağın havalanmasına üstünlük vermək lazımdır. Kondisionerdən birbaşa xüsusən də kondisioner küləyinin altında oturmaqdan kənar olmaq lazımdır. Temperatur seçiminə düzgün diqqət eləmək lazımdır. Gimnastika hərəkətləri olduqca vacibdir. Düzgün yuxu rejimi olduqca vacibdir. Qidalanmanın optimallaşması olduqca vacibdir. Yəni, bütün yan təsirlərdən qorunmaq üçün bizim həm qorunmanın özünə riayət eləməmiz lazımdır, həm də İkinci bir tərəfdən orqanizmimizi gücləndirməyimiz lazımdır. Və bu texnologiya ofis həyatı nə qədər irəliləyirsə, bu problemlər də o qədər çox irəliləyəcəkdir. Biz gündəlik olaraq, məsələn, biraz öncə adını çəkdik, karpal tunel sindromu ilə biz daha çox indi rast gəlməyə başlamışıq. Niyə? Çünki əvvəl tək makinaçılar bu şəkildə çalışırdı. İndi biz hamımız makinaçıyıq, hamımız çalışırıq. Və hamımızda da həmin nahiyələrdə müəyyən problemlər ortaya çıxa bilər. İnsanlar ağrılarla mübarizədə neynəsinlər ki, ağrımasınlar? Məsləhətləriniz? Ağrı, əgər biz deyiriksə ki, emosional və sensor təcrübədir deyiriksə, çalışmaq lazımdır mümkün qədər bu ağrını yaradacaq situasiyalardan uzaq olmaq. Çəki olduqca çox olursa, bir sıra degenerativ xəstəliklər tez başlaya bilir, daha çox ağrı verə bilir, hərəkət məhdudiyyəti verə bilir. Qidalanmada müəyyən qədər diqqət eləmək lazımdır ki, qidalanma özü müəyyən problemlərə gətirib çıxarda bilir. Müxtəlif zərərli vərdişlər, alkoqol, siqaret, bunlar orqanizmin immun sistemini aşağı salır və ağrıya dözümü azaldır. Məsələn, son zamanlar həddən artıq çox yeriməyin dəb halına aldığı ortaya çıxıbdır və bəzən pasiyent gəlir, məsələn, haşiyə çıxdım artıq bunu lazım bilərək, gəlir ki, məsələn, dizim ağrıyır, dizim şişibdir. Və biz sorğuya başlayırıq, nə olub, nə olub. Məlum olur ki, 3 gün əvvəl, məsələn, pasiyent 30 min addım atıbdır da və yaxud 30 kilometr yeriyibdir. Birdən-birə deyək ki, bir 60 yaşlı bir insanın 30 kilometr yeriməsi bu travmatik zədə deməkdir.
Və yoxlayırıq, nə olub oynağa mayı toplanıb. Nə edirik? Punksiya edirik, oynaq qanla doludur. Baş verən nədir? Pasiyent həm də ürəyindən müəyyən prosedurlar keçiribdir. Məsləhət nə görülübdür? Çox hərəkət eləmək lazımdır. Yaxşıdır, bəli, amma çox dediyimiz faydalı çoxda dayanmaq lazımdır. Və pasiyent ürək xəstəsizliyini nə qəbul edir? Qan durulducuları qəbul edir. Uzun zaman hərəkət eləyib, hərəkət eləyəndə qan durulducu fonunda oynaq daxili zədələnmə baş verib, oynaq dolub qanla. Rast gəlirik, demək olar, ayda 1-2 nəfər belə pasiyentlə rast gəlirik. Deməli, hər şey dozasında olmalıdır. Biz əgər həyata pozitiv baxırıqsa, yaxşı şeyləri görməyə başlayırıqsa, yaxşı düşünərkən orqanizmdə, beyində xüsusən ifraz olunan maddələr, xüsusən adların çəkim, endorfin və enkefalinlər, yaxşı maddələr daha çox olur. Yaxşı maddələr, həmin dediklərim, onlar özləri təbii ağrı kəsicidir. Yəni biz nə qədər pozitiv həyata baxırıqsa, nə qədər şən oluruqsa, ətrafa dəstək oluruqsa, həyatdan zövq alırıqsa, həyatı nə qədər çox seviriksə, o qədər də mənə elə gəlir ki, ağrılardan azad olma imkanımız daha çoxdur. Çox sağ olun, gəldiniz, dəyərli fikirlərinizə və məsləhətlərinizə görə daha doğrusu təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun, mən təşəkkür edirəm. Sağ olun. Beləliklə, verilişimizin bugünkü buraxılışının sonuna çatdıq. Studiyamızın qonağı invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov idi. Çalışdıq sizin narahat edən suallara cavab tapaq. Sağ olun, salamat qalın.